Türklərin məşhur islaq kurabiyəsini bu dəfə öz reseptimlə hazırladım. Üstəlik qaynadılmamış şərbətlə hazırladım. Üstü çatlayan, içi yumuşaq və brownie dadında olan bu peçenyelər elə gözəl alındı ki, özüm də şok oldum. Bu resepti görən türk ustaları da şok olacaq. Bu reseptlə tam 50 ədəd islaq kurabiyə alınır. Resept isə tamamilə mənə aiddir. Gəlin necə hazırladığımı birlikdə öyrənək. Əvvəlcə 2 litr südü şəkər tozunu əridəcək qədər qızdıraq. Sonra üzərinə 3 stəkan şəkər tozu əlavə edib və şəkər tam əriyənə qədər qarışdırıb qıraqda soyumağını gözləyək. Lazım olan ərzaqlar: 6 yumurta, 1 stəkan şəkər tozu, 250 qram əridilmiş kərə yağı, 1 armudu stəkan duru yağ, 3 xörək qaşığı kakao, 2 paket qabartma tozu, 2 paket vanil və un lazım olacaq. Əvvəlcə qaba 6 yumurta və üzərinə 1 stəkan şəkər tozu əlavə edib yaxşıca qarışdıraq. Kərə yağını əriməyə göndərək. O əriyənə qədər duru yağı yumurtanın üzərinə əlavə edib qarışdıraq. Əridilmiş yağı üzərinə töküb yaxşıca qarışdırırıq. Ardınca kakaonu, qabartma tozunu və vanili əlavə edib yenə yaxşıca qarışdırırıq. Sonra unu az-az əlavə edərək yumuşaq, ələ yapışmayan xəmir alınana qədər yoğururuq. Çox gözəl yumuşaq xəmirimiz alındı. İndi xəmirdən forma verib soba qabına düzək. Peçenyeləri bir-birinə yapışmayacaq şəkildə aralı düzmək lazımdır. Budur, üstü çatlayan peçenyelərimiz hazırdır. İndi isə hər birini hazırladığımız şərbətə batırıb 10-12 saniyə gözləyək və qaba düzək. Mütləq şərbət soyuq olmalıdır.
Üzərini yaşıl fıstıqla bəzədim. Siz isə kokos, qoz, fındıq və ya ürəyiniz nə ilə istəyirsə, onunla bəzəyə bilərsiniz. İnanın səmimiyyətimlə deyirəm, çox ləzzətli və bol alındı. Bu reseptlə tam 50 ədəd peçeniya hazırlamaq olur və qaynadılmamış şərbətlə hazırlandığı üçün həm çox yumşaq, həm də şirəli olur. Üzərinin çatlaması, içinin isə brownie dadında olması bu peçeniyanı daha da ləzzətli edir. Hazırlayan hər kəsə nuş olsun. Videonu bəyəndinizsə, bəyənməyi, fikirlərinizi şərhlərdə yazmağı və yeni reseptlərdən xəbərdar olmaq üçün kanala abunə olmağı unutmayın. Növbəti videoda görüşənədək. Hələlik.